Elə qartal kimi uçdu, uçdu səmaya, qanadı buludda, özü günəşdir, indi göy üzündə parlayan ulduz, Quba Təliyevdir, sönməz atəşdir. Şuşa kəlməsini eşidən zaman, o körpə qartalı yad edir hər kəs. O bizə Qarabağ müjdəsi verdi, onun şəhidliyi deyildir əbəs. Mənim üçün bugün danışmaq qolayca çətindir. Əzizim Allah, Allah sizlərə səbir versin. Əziyyət çəkib gəlmişsiniz. Gözəl qılqalara xoşamanlıqda arzu edən Tərənə müəllimə çox sağ olun, tədbiri hazırlamışsınız. Bütün müəllim kollektivinə təşəkkürümü bildirirəm. Başta Mehdi müəllim olmaqla çox sağ olun. Əziyyət çəkibsiniz, gələn ayaqlarınız var olsun. Allah Teala xətib ola, bu gül balaları ucaq olsun. Sağ olun. Bugün biz Qubat balamızı, Qubat qardaşımızı hem de onun adına sinir veririk. Siz hayatınızda sözləri düşünürəm. Sırf insanımızda bütün şəhid analarını, bacılarını, ataların arasında baş şəhidimiz var olsun. Ne qədər Azərbaycan xalqı, ne qədər bizlər yaşayır, gənclik yaşayır, şəhidlərimiz hizmetini qulluqlarında, daimən alıyoruz. Tədbir şəklində məlumat təşəkkür edirəm. Eyni zamanda şahidlərimizə, valideynlərimizə təşəkkür edirəm ki, bizim yanımızda oldular, bizə dəstək oldular. Şəhid analarımıza xüsusi təşəkkür edirəm ki, biz dəvətimizi qəbul edirəm. Tərman mənim qardaşa təşəkkür edirəm. Allahdan hər birimizi səbir edirəm. Allah sizin varlığınızı başlayın. Başqa şəhid analarımız sözü varsa, kiminsə buyursun. Türbede var, sen de görüyorsun. Bizim sinimiz adına, məktəbimiz adına, şəhidimizin hamıdır, övladlarımız. Yüz evlatları bir sıfırda. Şəhid hamısı. Bizim həmşərimizin sinimiz adına, şəhidlərimiz məktəbimiz adına, qırqın adına, həmşəri xalqlarımız, bu bizim üçün əzizdir, doğmadır. Bütün şəhidlərimiz doğmalı əzizdir. Biz bugün sinimizin adını daşıdığına görə təşkil edik. Yəni, kiçicik də olsa, həmşərilərimiz. Bugün burada bir şəhid anası göstərir. Ölkə vaxtilə sizlər məsələ. Oğlu da qəhrəman Vətən şəhidi oldu.